Doktor, HPV simptom verir. Xeyr, bu mütləq deyil. Virusun bir çox növləri vardır ki, papilomaların yaranmağına səbəb olmur. İllərlə pasient məlumatsız olaraq human papiloma virusa yoluxmuş ola bilir. Doktor, HPV vaksinini nə vaxt vurmağı məsləhət görürsünüz? Human papiloma virusun vaksinini cinsel əlaqəyə başlamadan öncə vurulması məsləhət görülür. Ümumilikdə 9-11 yaş arası uşaqlara belə vurula bilər. Ailə qurmağa hazırlaşan hər bir cütlüyə vaksin olunmağı məsləhət görürük. Doktor, HPV olan biri evlənə bilər? Bəli, sadəcə qarşı tərəfin bu haqda məlumatlı olması gərəkir və vaksin olunması və qorunmalı cinsel əlaqənin olması məsləhət görülür. Doktor, HPV kişilərdə olur? Bəli, çox vaxt simptomsuz olur və daşıyıcı olaraq sağlam insanları təəssüflər olsun ki, yoluxdura bilirlər. Doktor, HPV neçə müddət orqanizmdə qalır? Human papiloma virus orqanizmdə 1-2 ilə qədər qala bilir və əksər növləri immun sistemini gücləndirdiyi zaman orqanizmdən atıla bilir. Bəzi yüksək onkogen növləridir ki, illərlə orqanizmdə qala bilirlər.